Petra şəhəri. Petra şəhəri İordaniyanın cənub-qərbində qırmızı qumdaşı dağların arasında yerləşən qədim və möhtəşəm arxeoloji məkandır. Bu şəhər tez-tez Gül şəhəri və ya Daş şəhər kimi tanınır. Petra bir vaxtlar Nəbatilər dövlətinin paytaxtı olmuşdur. Şəhərin adı qədim Yunan dilindən gəlir və daş mənasını bildirir. Tarixi mənbələrə görə şəhərin əsası təxminən 2000 il əvvəl, eramızdan əvvəl 4-cü əsrdə qoyulmuşdur. Petra qədim ticarət yollarının kəsişdiyi mühüm bir nöqtədə yerləşdiyi üçün böyük əhəmiyyət qazanmışdı. Ərəbistan yarımadasından gətirilən tütsülər, Çindən gələn ipək və Hindistandan daşınan ədviyyatlar kimi qiymətli mallar məhz bu şəhərdən keçirdi. Bu səbəbdən Petra zənginləşmiş, əhalisinin sayı 10 minlərlə insana çatmışdı. Petra şəhərinin ən diqqət çəkən xüsusiyyəti onun qayalara oyulmuş memarlığıdır. Buradakı tikililərin çoxu dağların içindən oyularaq yaradılmışdır. Şəhərin ən məşhur abidəsi Xəzinə adlanan möhtəşəm məbəddir. Dar və uzun bir dərədən keçdikdən sonra qəfil qarşıya çıxan bu tikili təxminən 40 metr hündürlüyə malikdir və çox zəngin bəzəklərlə işlənmişdir. Şəhərdə bununla yanaşı kral məzarları, manastır məbədi, qədim teatr və sütunlu küçələr kimi başqa mühüm quruluşlar da mövcuddur. Nəbatilər yalnız memarlıq baxımından deyil, mühəndislik sahəsində də yüksək səviyyəyə çatmışdılar. Onlar səhrada su çatışmazlığını aradan qaldırmaq üçün kanallar, tunellər, bəndlər və su anbarları qurmuşdular. Yağış sularını toplayaraq qoruyur və şəhərin ehtiyacları üçün istifadə edirdilər. Bu sistem sayəsində Petra səhrada çiçəklənən bir şəhərə çevrilmişdi. Petra çox qədim tarixə malikdir. Bu ərazidə paleolit və neolit dövrlərinə aid izlər tapılmışdır. Daha sonralar burada Edomlular yaşamış, sonra isə Nəbatilər şəhəri inkişaf etdirmişlər. Eramızdan əvvəl 312-ci ildə şəhərə hücum edilsə də, Petra mövcudluğunu davam etdirmişdir. Eramızın 106-cı ilində Roma imperiyası Nəbatilər krallığını özünə tabe etdikdən sonra şəhər Roma təsiri altına düşmüşdür. Sonraki Bizans dövründə burada kilsələr tikilmişdir. Lakin 4-cü əsrdə baş verən güclü zəlzələ şəhərə böyük ziyan vurmuş və Petra tədricən tərk edilmişdir. Uzun müddət bu yer yalnız yerli bədəvi tayfalarına məlum olmuşdur. 19-cu əsrin əvvəlində bir səyyah şəhəri yenidən aşkar etmiş və dünya ictimaiyyətinə tanıtmışdır. Sonra Petra beynəlxalq səviyyədə qorunan tarixi abidələr sırasına daxil edilmişdir. Bugün Petra İordaniyanın ən məşhur turizm məkanlarından biridir. Hər il minlərlə insan bu qədim şəhəri görmək üçün buraya gəlir. Ziyarətçilər dar dərədən keçərək qəfil qarşılarına çıxan möhtəşəm qayalı tikililəri gördükdə heyrətə düşürlər. Petra yalnız qədim memarlıq nümunəsi deyil, həm də insan ağlının, zəhmətinin və müxtəlif mədəniyyətlərin birləşməsinin parlaq nümunəsidir. Səhranın ortasında yerləşən Petra, qədim sivilizasiyanın gücünü və yaradıcılığını nümayiş etdirən nadir şəhərlərdən biridir. Günəş işığında parlayan qırmızı qayalı fasadlar bu məkanı daha da təsirlidir və insanı sanki minilliklər əvvəlki dövrlərə aparır. Petra təkcə tarixi məkan deyil, həm də insan iradəsinin və yaradıcı gücünün canlı şahididir. Videonu bəyəndinizsə, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Dəstəyiniz bizim üçün çox önəmlidir.